Selamun aleyküm değerli izleyiciler. Allah bu da Xalçalı ev. Aha. Sizə təqdim edirəm. 59.000 manata 3 otaq. Qoşardaş. Bilirsən nə? Bir köpüyü evə qoyma, gəl köç yaşa. Ona bax. Təmiz İran xalçası. Bunun da üstündə Hədiyyə. hədiyyə. Düz biraz yıxıldım ama əlbi yox. Merhaba. Gəl. Yol. Yola nə? 30 metr yaxınlığında. Konkret mərkəz adını bura ürək altı ilə verirəm. Gəl bura. Bura garaj. Bəli, maşın girdi bura. Rahat. Bura mən Əldamı deyirəm. Bura Əldamıdır. Kömək otaq. Bəli, o da olar. Gəl alımıza. Bəli. Nətər yıxıldım, mən özümü də restore etsən. Burada bizim balaca həkimiz. Burada qapısı var, zaten maşın var deyənin qapının ağzında. Evimizdə kombi plus hadi. Bəli, qapının ağzında maşın olduğu üçün tam açmadıq. Gəl, kürsüyə bax bir dənə. Ev deyirəm, mən sənə daha elə bir... And ol Allaha bu evi görməmişəm. İndi bax sizinlə bir yerdəcəyim. Kuxuya bax bir dənə. Mən ölüm. Mən ölüm. Necədir? İnan ki, belə ev yoxdur. Gəl bura. Yataq otağına bax bir dənə. Bax, işıq düşür. Konkret. Bax, görsən? Hətta dincəl də, qardaşım. Hamam sanuzer. Yaraşıq, gözəllik. Bura bizim bir yataq otağı. Necədir? Gəl bura. Zala bax. Zala bax bir dənə, qardaşım. Sənin. Burada heç nə yox. Bir dənə taylı qoydum, bana mənzərə ilə. Bir dənə muğam qoyursan orada oxuyursun. Dəyərli izləyicilər, 59.000 manata yola yaxın. 2 mərtəbə deyək, 6 qaraj deyək də, 2 mərtəbə deməyək. Belə ev var, Xırdalanlar. Qurqova qoşadaş. Bəli, birbaşa əlaqə nömrəsi var. Zəng elə. Qalmayacaq bu. Mən əsəbləşdirmə. Sonra yığma ki, o ev satıldı, bizə qalmır evlər. Öpürəm, Allah alana da, satana da xeyir versin. Bu günlərə oynamaq lazım.